İlk öncə Azərbaycan bilirsiniz ki, həm beynəlxalq münasibətlərin, həm də eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində öz töhfəsini verir. Və son illər, xüsusilə də pandemiya illərdə də və ərazi bütövlüyünün, suverenliyin bərpa ediləndən sonra tam şəkildə Qarabağı qaytarandan sonra Azərbaycan çox vektorlu siyasəti bir gün aparır. Və onlardan da biri dediyimiz kimi Çinlə aparılan siyasətdir ki, hansı ki Ulu Öndər Heydər Əliyev vaxtı ilə qurulubdur, fundamenti qoyulubdur və bu günə qədər inkişaf etdirilir. Bağlanan yeni sazişlər çərçivəsində Azərbaycan və Çin arasında bir neçə məqamları tənzimləyir və eyni zamanda da yeni 10 illiklərə dediyimiz kimi sadəcə 2030-a qədər yox, 2050-yə qədər inkişaf konsepsiyasını formalaşdırır. Niyə görə Çin? Çin dünyada bugün birinci, ikinci yeri bölüşür iqtisadiyyatla Amerika Birləşmiş Ştatlarına. Eyni zamanda Çin regionda öz xüsusi rolunu aparır, xüsusilə də iqtisadi inkişafın. Eyni zamanda bugünkü gün Çinlə Azərbaycanı birləşdirən amilləri bir neçəsini sadalayaq. Birinci, iqtisadi inkişaf. İkinci, infrastrukturun, logistikanın inkişaf etdirilməsi, xüsusilə də hazırlanan məhsulların birbaşa Çindən Böyük Britaniyaya qədər Türkiyə vasitəsilə çatdırılması, yeri gəlmişkən 21-ci ildə Türkiyə və Böyük Britaniya arasında vergisiz alış-veriş müqaviləsi qol çəkilmişdir və bütün məhsulların heç bir vergidən tutulmadan, gömrük rüsumu tutulmadan Türkiyədən o nə deməkdir ki, Avropa İttifaqından keçərək Böyük Britaniya çatdırılması müqavilə bağlanmışdır. Həmin məhsullar Türkiyə vasitəsilə istehsalı və Türkiyədə Çindən gələn məhsullardan söhbət gedir. Və bu gün də biz iqtisadi inkişafdan danışırıq. Azərbaycan isə həmin şəbəkədə dediyimiz kimi, həmin yolda Silk Way deyilən terminologiyasında dünyada tanınmış, həmin dediyimiz kimi şəbəkə çərçivəsində yolda vacib bir elementlərdən yox, vacib ölkədir, strateji ölkədir. Və Azərbaycanın özündə də bugün BYD ilə nümunə üçün xüsusi müqavilə şəbəkəsinə bağlanması, iqtisadi məqamların nəzərə alınması, texnoloji dediyim inkişafın Çinin texnoloji inkişaf məqamlarının, bundan innovasiyaların tətbiqi, bunun üçün süni intellektin tətbiqi ilə bağlı Çinlə əməkdaşlığın vacibliyi çoxdur. Və bu gün biz məqsədə uyğunluğunu qeyd edəndə yalnız iqtisadiyyat və eyni zamanda yeni texnologiyalar deyil, burada həm də eyni zamanda hüquqi müqavilələrin icrasında, xüsusilə də viza rejiminin ləğvindən söhbət gedir. Bilir ki, keçən ildən Azərbaycan bir tərəfli öz tərəfindən viza rejimini ləğv etmişdir və bu da turizmin inkişafına gətirən amillərdən biridir. Və bu ildə dediyimiz ki, mayın 1-dən qüvvəyə mindi, Azərbaycan vətəndaşlarının Çinə səfərləri vizasızdır. Və bu da çox vacib elementlərdən biridir. Azərbaycan üçün bu bazarın əlçatanlığının təmin edilməsindən ibarətdir. Çin bazarı Azərbaycan üçün həmişə açıq olubdur. Bu 91-dən müstəqil əldə ediləndən sonra, xüsusilə də Ulu Öndərdən sonra Heydər Əliyev tərəfindən birinci səfərdən nəzərdə tutulan 98-2000-ci illərdə bağlanan müqavilələr həm Bakıda, həm də Pekində bunun addımının davamıdır bugünkü. Və sonuncu cənab İlham Əliyevin bağlanan sazişdə iştirak etdiyi xüsusi istiqamətlər sadəcə dediyimiz kimi viza rejimi böyük bir addımdır. Texnoloji inkişaf ikinci bir addımdır. Rəqəmsal inkişaf çərçivəsində süni intellekt özü ayrıca bir yeni istiqamətlərdən biridir. Hansı ki bugünkü gün Azərbaycanın inkişafına dəstək olan amillərdən biri olacaq. Və bu da həm eyni zamanda mən bir məqamı çatdırım ki, Çinlə əməkdaşlıq həm eyni zamanda Azərbaycanın kiber təhlükəsizliyinin müdafiəsini gətirən amillərdən biri olacaq. Qeyd etməliyik ki, bu günlərdə Azərbaycan bilir ki, təəssüf olsun ki, hələ indiyə kimi sülh müqaviləsi bağlanılmayıb. Ermənistanın ancaq Çinlə bağlanan kiber təhlükəsizlik müdafiəsinə yönələn sazişdir. Hansı ki birbaşa texnoloji avadanlıqla və proqram təminatının inkişafına gətirəcək. Və o şirkətlərdən də bir neçəsi var. Üzdə biz gördüyümüz sadəcə bir dənəsinin BYD ilə bağlanan müqavilə, hansı ki 24-də, 23-də bağlanılmışdır. Bunlar dediyimiz kimi həm nəqliyyat sektorunda, həm eyni zamanda proqram təminat sektorunun inkişafına gətirəcək. Ancaq başqa müqavilələr var ki, serverlərin idarə edilməsi, məlumat bazalarının idarə etməsini, kiber təhlükəsizlik proqramlarının və avadanlığına Azərbaycana gətirilməsi və burada da gömrükdə dediyimiz ki, asanlaşdırma yolları və vizasız rejimlərdə təsir edəcək. Və bu nəinki yalnız dövlət sektoruna, dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinə gətirir, həm eyni zamanda vətəndaşlar arasında da münasibətlərin özəl sektorun inkişafına da gətirən amillərdən biri olacaq. Bu çox böyük töhfə olacaq. Və bir məqamı qeyd edim ki, biz bu regional çərçivə Azərbaycandan aparılan bugün Cənubi Qafqazda ən böyük ölkə, həm əhalici nüfuzuna görə, həm əraziyə görə bu strateji yollardan biridir. Və bu məqamda dediyimiz kimi bugünkü nəzərə alıq ki, 24-də Macarıstanla bağlanıbdır, görüş olubdur Çin tərəfindən hökumətinin
və orada bağlanan müqavilələr, Rumuniyada və eyni zamanda Türkiyədə bağlanan müqavilələr bugünkü gün Azərbaycanda bu bir şəbəkədir. Bu bir sistemin qurulmasıdır Çin tərəfindən və təkcə Çin yox, Böyük Britaniya eyni zamanda bu prosesdə iştirak edir, Türkiyə bu prosesdə iştirak edir və bu da dediyimiz kimi iqtisadi inkişafın, hansı ki Avropanın, xüsusilə də Şərqi Avropanın iqtisadi inkişafına töhfə verən bir amillərdən biri olacaq.